Fransa adlı dövlət nə vaxt yaranmışdı? Fransa 843. 843 hansı müqavilənin nəticəsində? Verden müqaviləsi. Verden müqaviləsi hansı dövlətin parçalanmasını rəsmiləşdirdi? Frank dövləti. Frank dövlətinin, tamam. Bəs yaxşı, Frank dövlətin parçalanması nəticəsində hansı dövlətlər yarandı? İspanya, Fransa, İtalya, Fransa. İtaliya, Fransa, Almanya, bəli. Bəs İngiltərə krallığı nə zaman yaranmışdı? 1066 hər gün döyüşündən sonra. Yox, krallıq. O mərkəzləşmiş dövlətin başlanğıcının qoyulması idi. Bəs 9-cu əsrin sonları idi yoxsa əvvəlləri? Sonları. Sonlarındaydı, bəli. Anglo-Saks qraflıqları birləşəcək, krallıqlar birləşəcək və 9-cu əsrin sonlarında artıq vahid İngiltərə krallığını formalaşdırmış olacaq. Hastings döyüşü dediniz neçənci ildə oldu? 1066. 1066-cı ildə idi. Tamam. 1066-cı ildə başqa hansı hadisə keçmişik? Şərtlərdə vadilər asılı halət. Şirvanşahlar asılı vəziyyətə. Kimdən asılı vəziyyətə düşdü Şirvanşahlar? Səlcuqlardan asılı vəziyyətə düşmüşdü. Tamam. Bəs yaxşı, Yaponiyada konstitusiyanın qəbul edilməsi neçənci ilə düşür? 89 düz deyirdi. Nəyin 89-u? 1889. Bəs yaxşı, Mutsihito islahatları neçənci ildən başlayıb? 2 çıx. 1868. Bəs Mutsihito'nun ümumi hakimiyyəti dövründə Şərqdə ilk respublika elan edilən dövlət hansı dövlət idi? Yaponiya. Yox, Yaponiya respublika deyil ki. Çin idi, bəli. Neçənci ildə Çin respublika elan olundu? 911. 1911. Bəs yaxşı, Şərqdə ilk demokratik respublika demiş yansıdır? AXC. Bəs yaxşı, dünya tarixində ilk respublika? Roma. Roma idi. Neçənci əsrdə Roma respublika elan edilmişdi? 509. 509 eradan əvvəl 509-cu ildə idi. Yaxşı. Prusiya-Fransa müharibəsi neçənci illəri əhatə eləyir? 1871-ə qədər. 69-71. Niyə 70-71 olmasın? 70-71. 1870-71-ci ildə. Bəs yaxşı, Fransa bir dəfə də Prusiya ilə bir tərəflik haqqında müqavilə imzalamışdı. Bu nə vaxt olmuşdu? 66. 66. Bir çıx. 65'te 1865. Kimə qarşı mübarizədə Fransanın bir tərəfliyini aldı? Avstriyaya qarşı mübarizədə idi. Bəs yaxşı, Osmanlıların Viyanaya ilk uğursuz yürüşü neçənci ildə olur? 1590. Yox, 29, bəli. 1529-cu ildə idi. Bəs yaxşı, ikinci uğursuz yürüş? 1598. İkinci uğursuz yürüş. 1598. Yox. 1698 də deyil. Neçənci ildədir? Müqəddəs İttifaqı yaranmanın bildirləri. Müqəddəs ittifaq yox, birlik deyək. Müqəddəs birlik neçənci ildə yaranmışdı? 98'də. 98'də. Niyə 1684 olmasın ki? 84'də, hə. 1684. Deməli, indi ikinci uğursuz yürüş nə vaxt oldu? 83'də. 83-cü ildə, bəli, ikinci uğursuz yürüş oldu. Bəs yaxşı, Osmanlıların tuta bilmədiyi bu Viyana şəhərini 1-ci Napolyon nə vaxt ələ keçirmişdi? 1806. Ay, sağ ol, 1806-cı ildə. Trafalgar dəniz döyüşü nə vaxt olub? 1805. Kimlə olmuşdu? İngiltərə. İngiltərə, Fransa. Burada kimin qələbəsi? İngiltərə. İngiltərənin qələbəsi idi. Verden qəsəbxanası? 1917. 6. 16. Bəs yaxşı, Almanların fikrini Verdendən uzaqlaşdırdı. Hansı döyüş? Somma. Somma çay sahilində döyüş idi. Somma döyüşü quru döyüş yoxsa dəniz döyüşüdür? Dənizdir. Quru döyüş. Çünki burada ilk dəfə nədən istifadə edilmişdi? Tanklardan. Tanklardan idi, bəli. Bəs yaxşı, Osmanlılar ilk dəfə Şərqi Afrikada ərazi işğal etdi. Nə zaman? İlk dəfə. Süleymanda başa çatdırılır demək olar ki, Şimal-Şərqi Afrika torpaqlarının işğal edilməsi prosesi. Kimin dövründə başlamışdı bəs? Səlimdə başlamışdı və demək olar ki, Afrikanın işğal prosesini, o şimal-şərq hissələrini Süleyman başa çatdırmış olacaq. Bəs yaxşı, sonuncu mülkünü nə zaman itirəcək? Afrikadakı son mülkünü? 12-ci ildə. 11-12? Bəli. Hansı müharibə idi bu? Trablis müharibəsi idi, düzdür. Amerika Birləşmiş Ştatları yarandı nə zaman? 1776. 76. Kim idi onun proqramını hazırlayan? Thomas
Jefferson. Thomas Jefferson. İstiqlaliyyət bəyannaməsi əsasən hansı dövlətə qarşı hazırlanmışdı? İngiltere. İngiltərə. İngiltərə nə zaman Amerikanın müstəqilliyini tanıyır? Birinci istiqlaliyyət müharibəsi nəticəsində. Yəni neçənci ildə? 1787. 83-də bitmədimi? 83. 83-də idi. Bəs yaxşı, artıq bir daha müstəmləkəsi kimi baxmayacağına dair söz vermişdi. 1810 hansı müharibənin nəticəsi idi bu? İkinci istiqlaliyyət. Bəli, ikinci istiqlaliyyət müharibəsi idi. İkinci istiqlaliyyət deyə bilərik. Aha, 1812-ci ilə başladı, 14-cü ilə başa çatmış oldu. Hansı müqavilə ilə bitdi? Kent müqaviləsi, bəli, harda imzalanmışdı? İtaliyada. Yox. İtaliya deyil. Belçikadaydı, bəli, Belçikada imzalanmışdı. Həmin ildə 1814-cü ildə İngiltərə bir dənə də müqavilə imzalayıbdı. Fransa ilə. Yox, Fransa deyil. Hansı dövlətlə imzalayıb? 1814 müqaviləsinə müqavilədir bu. Osmanlı ilə. Niyə Qacarla olmasın? Hə, doğrudan. Hansı müqavilədir? Yaxşı. Tehran. Tehran müqaviləsi. Tehran neçənci ildən dövlətin paytaxtı olmuşdu? Qacar dövlətinə. Qacar dövlətinə vaxt yananıb. Gələndən sonra 1796 Qacarların hakimiyyətə gəlməsi ilə 1796 Qacarlar dövləti neçənci ilə qədər hakimiyyətdə qalıb? Yəni sülalə baxımından. 1921. 25 deyək, Rıza Şah hakimiyyəti, Rıza xan daha doğrusu hakimiyyəti ələ aldı, özünü şah elan etdi və bununla da Qacarlar dövrü bitdi və Pəhləvilər dövrü başladı. Pəhləvilər isə fars mənşəli idi, Qacarlar da türk mənşəli. Bunlar da biz bilirik. Yaxşı, Sedan fəlakəti nədir? 1871-də 71, 70-də idi. Hansı dövlət idarəetmə sistemində dəyişiklik olur? Fransa. Fransadaydı. Bəs yaxşı, Fransanın idarəetmə sistemində nə kimi dəyişiklik olacaq? İkinci imperiyada respublikaya keçdi. İkinci imperiya quruluşu dağılır və respublika. Bu neçənci respublika idi artıq Fransada? İkinci. Niyə ikinci? Üçüncü idi. Birincini sadəcə biz keçməmişik. Bəs Fransa tarixində ilk imperiya neçənci ilə qurulur? Napolyon imperiyası 1801. Birdə Napolyon 1800-də. 1804-cü ildə idi. Bəli, 1804-də. Bəs neçənci ildə fransız dili latın dilini üstələdi və əsas dilə çevrildi ölkədə? 1531. 1530. Yox, 1500. 1530-cu ildə idi. Tamam. Orleanın mühasirəsi neçənci illərə əhatə edir? 1629. Bəlkə 1429. 1400 deyil. Amerikanın ilk konstitusiyası nə zaman qəbul edildi? 89. 1787 əvvəllərində deyin. Bəs yaxşı, ilk dəfə olaraq konqresə seçkilər nə zaman keçirildi? 99. 1789. Yəni ilk prezident seçkilərinin keçirilməsi idi. İlk prezident də kim olur? Washington. George Washington idi. George Washington. Bəs yaxşı, İngiltərə ilk dəfə nə zaman respublika elan edildi? 1649-cu ildə. Bəs yaxşı, İngiltərədə hansı sülalə idi ki, deyirdi hakimiyyət onlara Tanrı tərəfindən verilib? Tudorlar. Tudorlar deyil, Stuartlar idi. Stuartlar sülaləsi neçənci ildə gəlib hakimiyyətə? 1603-də gəldi. Amma o birisi 1495 deyildi. Tudorları sən əvvəl deməyə çalışdın. Neçənci ildə idi Tudorlar? 1485-də idi Tudorlar. 85-də gəlmişdi 1603-ə qədər. 1603-cü ildə isə Stuartlar gəldi hakimiyyətə və Stuartlar da hakimiyyətin Tanrı tərəfindən verildiyini bildirirdilər. 53-də çəkmişdilər. Niyə 1853-də? İkinci qoluna. Tamamilə nə vaxt süqut eləyir? Stuartlar dövrü bitir. 1688. 1688. Aha, bəs yaxşı, hansı hadisə ilə şanlı inqilab? Bəli, şanlı inqilab dinc formada gedirdi, yoxsa mübarizə formasında? Dinc idi. Bəs yaxşı, hansı hadisə ilə biz dedik ki, hakimiyyətin Tanrı tərəfindən verilmə prinsipinə son qoyuldu, yəni sındırıldı bu prinsip. Stuartların hakimiyyətin devilməsi ilə. Və xüsusilə də hüquqlar haqqında bilin qəbul edilməsi ilə. Neçənci ilə qəbul edildi hüquqlar haqqında bil? 1689-cu ildə. Bəs yaxşı, bir dənə də hansı dövlətdə qəbul edilmişdi? Amerika 1791. 91-ci ildə konstitusiyaya ilk 10 düzəliş hesab olunurdu.
Bəs yaxşı, biz deyirik ki, Amerika Konstitusiyasına görə ilk başlıqlarda bu ifadə işlədilirdi. Nümayəndələr Palatası xalq tərəfindən seçilirdi, amma senatorlar yox. Bəs yaxşı, senatorla xalq tərəfindən seçilməsi neçənci ildən oldu? Bəli, neçənci ildə idi? Şey 1891. Yox, 1913-cü ildə idi. 1913-cü ildə mühacirətdən qayıtdı bir partiyaya rəhbərlik etdi. Söhbət kimdən gedir? Rəsulzadə hansı partiya idi? Hansı partiya? Müsavat Partiyası. O müsəlman gəncliyi nə zaman yaratmışdı təşkilatı? 1903 deyək. 1903. Bəli. Bəs yaxşı, deməli demokratların ilk proqram sənədi neçənci ildə qəbul edilib? 1905-ci ildə idi. Kim tərəfindən idi? Rəsulzadə deyil, Topçubaşov idi, bəli. Bəs yaxşı, ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsi məsələsini kim irəli sürmüşdü? Yox, Topçubaşov irəli sürür. Topçubaşov irəli sürür. Amma təsdiqlənəcək harda? Rəsulzadə tərəfindən. Yəni Azərbaycan Xalq Cümhuriyyət dövründə Şərqdə deyir, ilk dəfə olaraq müsəlman dünyasının ilk dəfə qadınlara seçki hüququ verilir Azərbaycanda. Amma bunu da ilk dəfə o fikir kimi bildirən Topçubaşov olmuşdu. Təbii ki, Ümumrusiya müsəlman qurultaylarının birində verilmişdi. Xüsusilə hansı qurultayda bu proqram təsdiqlənmişdi? Birinci vermişdi, ikincidə təsdiqlənmişdi. İkincidə təsdiqlənmişdi. Rusiya müsəlmanların təşkilatı, belə bir ittifaq yaradılmışdı. Neçənci ildə? Ümumrusiya müsəlman təşkilatı ittifaqı. Neçədə? Yox. Birinci Ümumrusiya müsəlman ittifaqına, daha doğrusu qurultay nə vaxt olub? Nijniy Novgorodda olan. Aha. 1905. 5-də elə həmin vaxtda da o ittifaq yaradılmışdı. Bəs Hümmət təşkilatı nə zaman yaradılır? 1904-cü ildə idi. Bəs hansı partiya idi ki, burada fəhlələri daha çox dəstəkləyirdilər? Fəhlələr arasında işbirliyi yaratmaq. Bəli, Hümmət idi. Bəs yaxşı, İrşad qəzeti hansı partiyanın idi? Difaidir. Gənc türklərin qurulmasında hansı partiyamızın rolu olub? Difai partiyası idi. Bəs yaxşı, Balkan müharibələrində Osmanlıların yardım göstərməsini hansı partiya təklif edib? Müsavat idi, bəli, Müsavat idi. Bəs yaxşı, Səttarxan hərəkatına hansı partiya dəstək göndərmişdi? Difaidir. Xüsusilə hansı şöbəsi idi Difainin? Qarabağ Şuşa şöbəsi idi, bəli. Ən böyük şöbəsi elə məhz hansı idi? Qarabağ şöbəsi hesab olunurdu. Türk Federalistlər Partiyası harda, kim tərəfindən yaradılmışdı? Türk Federalistlər Partiyası. Bəlkə 17 eləyək onu. Nəsibə Yusifbəyli harda yaratmışdı? Gəncədə idi. Bəs yaxşı, Gəncədə yaradılmış ilk milli partiya hansıdır? Qeyrət Partiyası. Bəs ilk dəfə hansı partiyada bildirilirdi? Yaşasın Azərbaycan, deməli bu bir siyasi məhfum kimi işlədilməyə başlanmışdı bu ifadə. Türk Ədəbi Mərkəziyyə Partiyası, yəni 1917-də Nəsibə Yusifbəyli tərəfindən yaradılan idi. Demokratik hərəkatın birinci mərhələsi neçənci illəri əhatə edir? 1975-1904-cü illər. Bəlkə 1875-dən götürək. 1875-1904-cü illərdə idi. Tamam. Bəs yaxşı, ikinci mərhələ neçənci illərdədir? 1904. Xüsusilə 5-dən götürək əslində ikinci mərhələsini. Rus inqilabı başladıqdan sonra da bizə də təsir göstərmişdi. Və 1917-yə qədər. Üçüncü mərhələ isə 17-18-ci illər, ən sonunda da müstəqil Azərbaycan dövləti yaranmış olacaq. 1828-ci ildən biz müstəmləkəçiliyi altına düşmüşdük. 1918 AXC-nin yaranması ilə də artıq müstəmləkəçilik dövrü tamamilə başa çatmış oldu. Yəni o da bir müddətlik olacaq. Əlbəttə ki, 23 aydan sonra yenidən Rusiyanın təsir altına düşəcək. Bu dəfə də Sovet Rusiyasının təsir altına düşmüş oluruq. Yaxşı. Birinci Dünya müharibəsi neçənci ilə başlamışdı? 14-cü ilə başladı, 18-ə qədər. Bəs yaxşı, bu müharibənin bəhanəsi nə idi? Bəli, yox, Avstriya nümayəndəsinin Serb millətçisi tərəfindən öldürülməsi. Bu sadəcə bir bəhanə idi. Bəs ilk dəfə o əleyhqaz maskalarının meydana gəlməsi deyir dünya müharibəsinə bağlı idi. Nə ilə bağlı idi bu?
Bu İngiltere'ye qarşı istifadə etmişdi Almanlar. Almanlar. Belçikada bəlkə. Belçikadaydı. Aysa zəhərli xlor qazından istifadə etmişdi. İngiltərəyə qarşı isə hansı amildən istifadə eləyir? Saatlardan. Aha, sualtı qayıqlardan ediyor. Sualtı qayıqlardan istifadə etmişdi. Azərbaycan tarixində ilk dəfə toplardan istifadə edən kim olur? Almanya. Yox, Azərbaycan tarixində ilk dəfə bəli Şah 1-ci Abbas idi, düzdür. 1-ci Abbas. 1-ci Abbas hansı sahədə siyahi alma siyasət keçirdi? Demişdim sizə. Ordu sahəsində. Bəli, xüsusilə də tüfəngçi dəstələr yaradan zaman deyir, siyahi alma siyasəti həyata keçirdi. 12.000-ə qədər tüfəngçi dəstəsi yaratmışdı. 500-də səhra topu var idi. Yaxşı, bəs Azərbaycan torpaqlarını ilk dəfə mərkəzləşdirilmiş bir qaydada idarə edən bütün torpaqları şimallı, cənublu hansı dövlət olub? İlk dəfə Aha. Xazilər. Yox, şimallı, cənublu mərkəzləşdirilmiş bir qaydada. Səfəvi. Səfəvilər idi, bəli. Kimin dövründə idi Səfəvilərdə? Təhmasib. Birinci Təhmasibdə idi. Bəs ikinci dəfə Səfəvilərdə kim idi bu Azərbaycan torpaqlarını yenidən birləşdirən? Abbas. Birinci Abbasda idi. Bəs üçüncü dəfə kimin dövründə olmuşdu? Nadiri. Nadirin deməli bu vəkillik dövründə olmuşdu. Amma hakimiyyətdə kim idi həmin vaxtda? Üçüncü Abbas idi, bəli. Aha, 3-cü Abbas idi. Bəs yaxşı, Osmanlı Sultanı 3-cü Əhmədlə hansı Azərbaycan nümayəndəsi danışıqlar aparmışdı Rusiya əleyhinə? Bu Şirvanda Üsyan qaldıran kim idi? Bir dəqiqə. Hacı Davud. Hacı Davud idi, bəli. Bəs ilk yarımüstəqil xanlıq hansıdır? Şirvan xanlığı yarımüstəqil neçənci ildə yaranmışdı? 24'də yaranmışdı. Neçənci ilə qədər davam eləyib? Nadir 35'e qədər. 34 deyək. Şəhəri dağıtdırdı Nadir xan. Bəli, yeni Şamal şəhər saldırdı. Bəs yaxşı, deməli Quba xanlığı nə zaman yaranmışdı? Bir hakimlik kimi formalaşmışdı Ruslardan asılı vəziyyətdə. 1734. 34 yoxsa 26 deyək? 26. 26-cı ildə. Bəs yaxşı, Quba azad olunana qədər mərkəzi haraydı? Hansı şəhər? Quba xanlığının mərkəzi. Quba şəhəri azad olunana qədər mərkəzi haraydı? Yəni birinci mərkəz şəhər haraydı? Qala var idi orada o. Xudat qalası. Hə. Aha, 1735-də isə Qubaya çevrilir. Çünki 1735-də Ruslar hansı müqaviləni imzalayaraq Xəzəryan torpaqları tamamilə tərk edəcəklər? 35 Gəncə müqaviləsi idi. Bəli, Rəşt müqaviləsi neçənci ildə imzalanır? 32-ci ildə idi. Bəli, burada Gəncənin fərqi nə idi ki? Rəşt 32-də idi, Gəncə 35-də. Gəncə ilə tamamilə Azərbaycan torpaqlarından çıxarırlar da Rusları. Bəs 32-də də deyir yaxı çıxarıldılar. Orada sadəcə bir hissəsini vermişdi. Bir hissəsini vermişdi, hamısını yox. Bir hissəsi idi. Bəs yaxşı, Ruslar hansı müqavilədə Səfəvilərə öz ərazisindən görmüşsüz ticarət etmə hüququ verir? 21-ci ildə. Ruslar. 11-də imzalandı. 32 Rəşt müqaviləsində idi, bəli. Rəştdə idi. Yaxşı, daha sonra Azərbaycanda feodalizm münasibətlərinin ləğvi prosesi. Birinci mərhələ nə zaman oldu? Demək olar ki, böyük bir hissədə ləğv edildi. Feodal münasibətləri. 70-də. Bəs tamamilə ləğvini neçənci ildə götürərik? 1913-də. Bəli, tamamilə. Qanunnamələr. Qanun əsasnamələrdə idi. 1913-cü ildə hansı bölgələrdə xüsusilə ləğv edildi? Zaqatala, Gürcüstan, Dərbənd. Zaqatala, Dağıstan və Dərbənd idi. Dağıstan. Zaqatala üsyanı neçənci ildədir? 1763. Bəlkə 1800 deyək. 1863. 1863-də idi. Kimin başçılığı altında? Hacı Murtuzun başçılığı altında olmuşdu. Uğur qazandı, məğlub oldu. Məğlub oldu. Faydalı tərəfi nə ola bilər? Ancaq keşiyyat sahibləri üçün faydalı tərəfi oldu ki, Zaqatalada islahatlar 1913-cü ilə qədər uzadıldı. Bəs yaxşı. Yaxşı bir şeydi onlar üçün də. Keşiyyat sahibləri üçün yaxşı bir şeydi, amma kəndlər üçün yaxşı bir şey deyildi ki. Kəndlər yenə feodal aslında qalırdı. Üsyan çıxartmışdılar. Kəndlər üsyan qaldırmışdılar əslində.
sadəcə olaraq çeşidçi sahibləri də qoşulur bu üsyana. Çünki niyə görə? Artıq dövlət kəndlilərin başına müəyyən qədər vəsait pul qoymaqla çeşidçi sahiblərindən almaq siyasəti yeridir. Bu da çeşidçi sahiblərinə sərf etmir axı. Ona görə də çeşidçi sahibləri də üsyana qoşuldular. Ən sonda həmin o çeşidçi sahiblərini istəmədilər çoxdan narazı salsınlar və buna görə də vaxtı uzatdılar 1913-cü ilə qədər. Bir dənə müsbət tərəfi, o da çeşidçi sahiblər üçün müsbət tərəfi olmuşdu, amma kəndlər üçün yox. Kəndlər üçün də belə bir müsbət tərəfi olur ki, vaxtilə xristianlaşdırılanlar təzədən icazə verildi ki, İslamı qəbul etsinlər. Geri öz dinlərinə qaytarılmış oldu. Bəs yaxşı, bəy və ağaların torpaqlarının müsadirəsi ilə bağlı bəylərin Qazax Şəmşədə Borçalı, Xəzər vilayəti bəylərinin ağalarının nə zaman? 1841-də. Bəs yaxşı, nə zaman dayandırıldı bu proses? 42-də. 42-də hətta harda komitə yaradılmışdı? Tiflisdə komitə yaradılmışdı. 1905-ci ildə Tiflis komissiyası çağırılmışdı. Burada kimlər iştirak etmişdi? Əhməd bəy ağayı, bir də kim var idi? Topçubaşov idi, bəli. Tamam, Şuşa hadisələri deyəndə neçənci il götürürük? 5-6-cı illəri idi. Yaxşı, burada ermənilər ümumiyyətlə istədiklərinə nail olmuşdularmı? Xeyr, heç bir istədiyinə nail olmamışdılar. Yaxşı, tamam. Cənubi Qafqaz Canşinliyi nə zaman yaradılmışdı? 1844-də yarandı? Bəli. 17-də ləğv edilmiş oldu. İkinci mərhələsi 1905-17-ci ildə. 1905-ci ildə də Azərbaycanda ruslar qırğın siyasətinə başladılar. Bəs yaxşı, ilk dəfə olaraq erməni-müsəlman davasının əsasına vaxt qoyuldu? 1905. Yox, düz deyirsən, 1905-ci ildə. Bəs yaxşı, ermənilərin ilk dəfə Azərbaycana köçürülməsi neçə? 28-də. Yox, şeydə 24-cü ildə. Nəyin 24-ü? 1724 birinci Pyotrun bəyannaməsi idi, bəli. Bəs yaxşı, ermənilərin Azərbaycana gəlməsinə, İrəvan bölgəsinə xüsusilə gəlməsinə şərait yaradan amil? 1441. Bəli, Cahanşahın o köçürmə siyasətinə icazə verilməsi, mərkəz köçürülməsinə icazə verilməsi ermənilərin İrəvan bölgəsinə məskən salmasına şərait yaratmışdı. İrəvanda, yəni üst kilsə ərazisində erkən feodalizm dövrü Alban memarlıq abidələrindən biri var. Üç məzdində nə var idi? Nə məbədi? Kiş. Yox, Kiş Şəkidədir. Göy Mələşlər məbədi? Aha, Göy Mələşlər məbədi. Göy Mələşlər məbədi. Üst kilsədə erkən feodalizm dövrü Alban memarlıq abidələrindən idi. 5-7-ci əsr Alban memarlıq abidələrindən hesab olunurdu. Yaxşı, Azərbaycanda yaranmış ilk müstəqil xanlıq Şəki xanlığı olmuşdu. Bəli, Şəkinin ikinci dəfə müstəqilliyə qovuşması. İkinci dəfə. Niyə? Birinci 1743-də yaranırsa necə 36 etəzdən qaydaq? 1747-ci ildə idi, bəli. Çünki Nadir Şah öldükdən sonra yenidən özünü müstəqil elan etmiş oldu. Tamam. Bəs yaxşı, 1752-ci ildə Osmanlı sarayına elçi nümayəndəsi göndərən, məktub ünvanlayan kim olmuşdu? Hansı xan? Məmməd Ağa. Məmməd Ağa kim idi? Aydın. Məmməd Həsən. Yox, o 1784-dədir Məhəmməd Həsən xan. Urmiyada. Gəncədə deyək. Gəncədə. Ziyadoğlu nəslindən Şahverdi xan Ziyadoğlu. Şahverdi xan Ziyadoğlu. Bəs yaxşı, Gəncənin ən güclü xanı kimi hesab olunur? Cavad xan idi. Ağa Məhəmməd Qacarın Azərbaycanın ilk yürüyüşü 1795-də. Bəs Qacarın ikinci yürüyüşü 97-də, Şahlıq dönəmində. Bəs yaxşı, Qacarların Azərbaycana ilk hücumu nə zaman olub? Məmməd Həsən, bu Urmiyaya hücum. Urmiyadan qabaq. Qarabağ hücum. Qarabağ neçənci ildə hansı döyüş? Xatlarxı döyüşü 1753, 59. 2 çıx. 57. 1757-ci ildə idi. Tamam. 1757-ci ildə iki dövlət arasında müharibə başlayır. Daha doğrusu 56-da başlamışdı. O həmin dövrdə müharibə gedirdi. 1756. Yox, 1756. Yedili müharibə kimlər arasında olub? Fransa neçənci ilə qədər? 63-cü ilə qədər. Bəs yaxşı, burada Fransanın deyir Amerikada yeganə bir dənə koloniyası vardı ki, onu ələ keçirdir İngiltərə. Kanada.
Kanada idi, bəli. Bəs Kanadanın İngiltərədə qalması nə zaman tamamilə təsdiqlənir ABŞ tərəfindən? 14-cü ildə idi. Alyaskanın Amerikaya satılması 67. 1867'də idi. 1803'də haranı almışdı Amerika? Louisiana'nı kimdən almışdı? Fransa'dan. Bəs yaş Fransa kimdən almışdı Louisiana'nı? İspanya'dan almışdı. Tamam, İspanya'da dövlət nə vaxt yaranır? 1492. Yox. 1492. 79 niyə olmasın? 1479. 79, 92-ci ildə isə hansı əmrlik süqut elədi? Granada. Və bununla da həm mərkəzləşmə prosesi başa çatır, həm rekonkist hərəkəti başa çatmışdı. Bəs yaxşı, rekonkist dövründə Avropada yeganə müsəlman dövləti var idi. O süqut eləyir. Hansı dövlətdir? Əməvilər, Kordova. Kordova xilafəti idi. Kordova əmirliyi nə vaxt yaranmışdı? 1711. 711. Təxminən həmin o 11-18-ci illər aralığındaydı. Bəs yaş Kordova əmirliyinin xilafətə çevrilməsi nə vaxtda düşürdü? 751. 50, niyə olmasın? 750-də. 751-də hansı döyüş var idi? Abbasilər gəlməsi bəli. Talas döyüşü olmuşdu. Bəs Talas döyüşün gedişatına, son nəticəsindən hansı dövlət fürsət kimi istifadə eləmişdi? Uyğurlar idi, bəli. Uyğurlar Çində hansı Uyğurlar? Moyonçur idi, tamam. Tan sülaləsi, yaxşı. Uyğurlar Çində soruşurdum ki, hansı sülaləni himayə etmişdi? Tan sülaləsini himayə etmişdi. Düzdür. Bəs yaxşı, Almaniyanın 1-ci Dünya müharibəsi gedişatına Belçikaya müharibə elan etməsi hansı dövlətin müharibəyə qoşulması gətirib çıxartdı? İngiltərənin idi, düzdür. Bəs yaxşı, Fransanın Avropadakı üstünlüyü nə zaman tanınır? Avropada üstünlüyünü üzərinə alır Fransa. Yox, neçənci ildir? Yox, Avropada artıq üstünlük deyil, İspaniyadan keçəcək Fransaya. 1648, bəli, Vestfaliya konfransı ilə Vestfaliya Sulh konfransı çağırıldıqdan sonra, yəni ümumiyyətlə 30 illik müharibə gedişatındaydı. İspaniyadan Fransaya keçdi. Bəs yaxşı, Avropada Fransanın nüfuzu nə zaman sarsılır? Kim sarsıdacaq bu nüfuzu? Napolyondan sonra. Napolyon eləmir. Kim sarsıdacaq bu nüfuzu? Napolyondan sonraydı, bəli. Napolyondan amma xeyli sonraydı təbii ki. 1871. 71'də, ay sağ ol. Kim bu siyasət həyata keçirdir? Bismarck. Bismarck Avropadan təcrid eləyəcək Fransa. Bəs yaş Fransanın Avropadan təcridçilik siyasəti nə zaman sona çatacaq? Yenidən siyasi fəaliyyətə başlayır. Antada qurulanda 1907-də. Niyə 1907 tamamilə başa çatdı? Neçənci il əsası qoyulur? 94-cü ildə idi, bəli. Fransa ilə hansı dövlət müqavili imzalayır Antantanın başlığına? Rusiya idi. Bəli. Bunda təbii ki, Bismarck həmin vaxt artıq hakimiyyətdən getdiyinə görə şərait açılmışdı, şərait yaranmışdı. Bəs həmin dönəmlərdə, 1794-də müqavilənin imzalaması. Bəs həmin dönəmdə 1894-də 1700 deyirəm. Hansı dövlət təcrid olunma siyasəti yeridirdi? Özü öz xoşluğundan. ABŞ idi, bəli. Bəs İngiltərə hansı dönəmlərdə təcrid olunma siyasəti yeridib? 19-cu əsrin əvvəllərində deyəkmi? 19-cu əsrin əvvəllərində özü təcrid olma siyasəti yeridirdi. Hətta Viyana konfransı çağırılmışdı 1814-15-ci illər. Həmin o konfransda bir dənə ittifaq yaradılmışdı. Nə ittifaqı? Alman ittifaqı. Niyə? O Alman ittifaqı var idi. Bu bir. Daha sonra bir də Osmanlıya qarşı bəli müqəddəs ittifaq yaradılmışdı. Burada hətta hansı dövlətə müraciət edilir, amma o dövlət qoşulmur. Səfəvi. Yox. 1814-15-ci illərdə 15-də qurulan müqəddəs ittifaqı soruşuram. Hansı dövlət? Rusiya. İngiltərə idi. Bəli, elə Rusiyanın vasitəçiliyi yaradılmışdı da. Sadəcə İngiltərə müraciət edilir, İngiltərə qoşulmadı. Bəs yaxşı 1684-də qurulan müqəddəs birliyə hansı dövlət qoşulmur? Səfəvi. Səfəvi idi. Səfəvi hökmdar kim idi vaxtda? Yox, Hüseyn deyildi. Süleyman. Bəli, Süleyman dövründə idi. Bəs yaxşı Ruslarla Səfəvilər arasında ilk ticarət müqaviləsi 1667-ci ildə idi. Tamam, bəs ikinci belə bir ticarət müqaviləsi nə vaxt olub? 1777.
77 Səfəvilər var. Ay yoktu. 7. 17. 17. Müqavilə harda imzalanmışdı? Peter. Yox, Peterburqa nümayəndə göndərir. 1713-də danışıqlar gedir ki, belə bir müqavilə imzalasın. Pyotr da bunu qəbul edir. Paytaxt haraydı həmin vaxtda Səfəvlərin paytaxtı? İsfahan. Bəli, İsfahandaydı da. İsfahan neçənci ildən paytaxt olmuşdu? 98. 98. 1598-də Ruslar hansı ərazini ələ keçirdi? Kırım'dan. Yok bir dakika. Aha, Xanlıqlar var. düz deyirsən. De görüm haran demək istəyirdin? Kırım'dan İştarxan. Yox, Krım Həştərxan deyil. Sibiri niyə demədiniz? Sibir demək istəyirdin. Sibir idi. Aha. Bəs bu Həştərxan, Kazan, Sibir xanlıqları bunlar hansı hadisədən sonra yaranmışdı? Hansı dövlətin parçalanması nəticəsində? Ay şey. Yok Kızıl Ordu. Qızıl Ordu idi. Bəli, Qızıl Ordu dövlətində idi. Ay bir şey soracağım. Bəli. Bu Kızıl Ordu ile Hülakilər hər ikisi Monqolun parçalanması ilə yaranıb deyirik də. Qızıl Ordu elə bir Cüce ulusluğunun bir qoluydu. Cüce ulusluğu gedir də ümumilikdə. Çünki həmin torpaqlarda Cüce ulusluğuna düşən torpaqlarda Batıxan Cüce kimi idi? Batıxanın atası idi. Həmin o torpaqları öz tabiçiliyi altına salaraq dövlətini qurmuşdu. Hülaki xan isə o nə edir? O da ki Çingiz xan 4 ulusluğa bölmüşdü axı. O da 5-ci ulusluğu yaradacaq. Əlavə bir ulusluq yaradacaq. Bəli, təbii ki, o Çingiz xanın istər-istəməz dövlətinin parçalanmasından sonra formalaşan dövlətlər hesabı olunurdu. Bəs demişdik ki, bu Cüce ulusluğunun dövrü nə zaman bitmişdi? 1359, bəli. 1359-cu il Azərbaycan cənub torpaqlarının hansı dövlət tabiçiliyi altına alır? Cəlalilər dövləti idi, bəli. Həmin vaxt hansı şəhəri paytaxta çevirir Cəlalilər? Təbriz. Təbriz şəhərini düzdür, paytaxta çevirmişdi. Reskript var idi, neçənci ilə qəbul olunub? Reskript deyirik. Azərbaycan tarixində reskript Ruslar tərəfindən. 1702. Niyə reskript deyən kimi nə qəbul edirik biz? 1846. 46, hansı tarix? 46. 6 dekabr idi, bəli. Yaxşı, mənə deyin görək, Cənubi Qafqazda ilk quberniya hansı idi? Fikirləşin. 1801. Ay sağ ol, 1801 Gürcü quberniyası. Bəs yaxşı, Şimali Azərbaycanda ilk quberniya hansı olub? Hansılar? Şamaxı, Dərbənd. Kutayiz Azərbaycanda deyil, amma Şamaxı, Dərbənd Şimali Azərbaycandaydı. Neçənci ildə yaradılmışdı? 46, hansı tarix ardını tamamlayın? O biri də yəni 6 dekabr olmayan. 6 dekabr olmayan. Yaxşı, 14 dekabrda. Tamam. Bəs yaxşı, İrəvan quberniyası nə vaxt yaranıb? 49-cu ildə. Demək olar ki, bundan bir il qabaq dünya tarixində bir ilk olmuşdu Azərbaycanda. Amma dünya üzrə bir ilk idi. Aha. Qazma boru üsulu ilə neft quyusunun qazılması idi. Bəs neft sənayesində sənaye çevrilişi nə vaxt başlayır? 79. Niyə? Bir də çıx. 72-də iltizamın ləğv edilməsindən sonra idi. Bəs yaxşı, neft sahəsində manufakturadan fabrik zavod mərhələsinə nə zaman keçilib? 79. Bu kadar hərç. 3-dən deyək, 73-dən götürək, buxar mühərrikləri idi, bəli. Bəs yaxşı, ipəkçilik sahəsində buxar mühərriklərindən nə zaman istifadə olunub? 61. 61. Kim açdırmışdı ipək müəssisəsini? Rusiya, bəli, Şəkidə ipək müəssisəsi açdırmışdı. Qafqaz Liyonu, Şəki. taxılçılıq anbarı, bəs Qacarların taxılçılıq anbarı və heyvandarlıq bazası Azərbaycan yəni. Cənubi Azərbaycan idi, bəli. İki dövlətdə xalisə torpağını biz dövlət torpağı olaraq keçirik. Hansı dövlətlərdir? Tarixdə bir bu xanlıqlar, yox xanlıqlardan qabaq. İki dövlət. Yox, xalisə torpaqları iki dövlətdə hökmdar ailəsinə məxsus yox, amma ki dövlət torpağı kimi götürürük. Qoyunlu. Onların nə dəxlisi var ki? Orada xalisə hökmdar ailəsinə mənsub idi. Biri Moğoldadır, biri hardaydı? Osmanlı. Hətta o torpaqların satılması haqqında sonra qərar verilmişdi. Monqol. Hülakilər. Ay balam, xalisə torpaqların satılması haqqında qərar harda verilir? Cənubi Azərbaycanda 1886. Bəli, deməli biri Cənubi Azərbaycanda, bir də
Moğol imperiyası idi. Xalsa torpaqlar dövlət torpaqları idi. Bəs yaxşı, Cənubi Azərbaycana 19-cu əsrdə bütün əkinəyarlı torpağın 66%-ni hansı torpaq təşkil edirdi? Mülk torpaqları, bəli. Mülk torpaqları, mülk və yaxud da ikinci adı ərbabi. Bəli. Bəs yaxşı, Azərbaycana hərbi verginin tətbiqi neçənci ildə idi? 1887-ci ildə idi. Tamam. Ondan sonra deməli ilk dəfə olaraq müstəmləkəçi dövrdə kəndlərə pay torpağı verilməsi haqqında qərar nə vaxt verildi? 1847 əsasnaməsi ilə. Bəs ali müsəlman silkində torpaq satılması haqqında qərar nə vaxt verilib? 6 dekabr reskriptində idi. Bəs dövlət kəndləri haqqında, dövlət kəndlərinə bağlı ilk dəfə nə zaman islahat oldu? 1900-cü ildə idi, bəli. Bəs bu islahat dövlət kəndlərin vəziyyətini yaxşılaşdırdı, yoxsa pisləşdirdi? Bəli, pisləşdirmiş oldu. Dövlət kəndlərin bir yerdən başqa yerə köçməsi ləğv olundu nə zaman? 1853-cü ildə idi. Tamam, Rusiyada biz demişdik pasportlaşma sistemi tətbiq edilmiş. Nə zaman? 1932-ci ildə idi, bəli. Həmin vaxtda Rusiyada rəhbər kim idi? Stalinin dövründə idi. Stalində idi. 1932-dən danışırıq. Bəs yaxşı, inqilab öz balalarını yer, söhbət nədən gedirdi? Repressiyalar idi, düzdür. Rusiyanın ilk dəfə respublika elan olunması neçənci ilə düşür? 17 deyək? 17. Birinci Dünya Müharibəsi gedişatında imperiya devrilir, respublika qurulur. Başqa hansı dövlətdə imperiya devrilir, respublika qurulmuşdu? Almaniyadaydı, bəli. Tamam. Bəs yaxşı, Almaniyada neçənci ildə? Almaniyada ama neçənci ildə idi respublika qurulması? 17 değildi. 18 noyabrın 9'undaydı. Bəli. Sadəcə olaraq Rusiya və Almanya hər ikisi müharibə gedişatında imperiya sistemi dağıldı, respublika sistemi quruldu. Tamam. Bəs yaxşı, Almanyada nə zaman siyasi məhbuslara amnistiya verilməsi haqqında qərar verilmişdi? 1918 deyək elə. Noyabr inqilab ərəfəsində idi. Amnistiya verilmişdi. Sadəcə olaraq istəyirdilər ki, bir neçə qərar verilmişdi. İstəyirdilər ki, bu inqilab baş verməsin, amma inqilab yenə də baş vermiş oldu. Pivə qiyam neçənci ildə idi? 1923-cü ildə idi. Leyboristlərin birinci dövrü? 1923-24. Leyboristlər, liberallarla qarşılaşdırılır. 24-də elə. 24-cü ildə idi. 24-cü ildə idi. Bəs yaş ikinci mərhələsi? 29-31-ci ildə idi. Bəli, milli hökumət nə vaxt qurulmuşdu İngiltərədə? 31-35-ci illəri əhatə etmişdi. Tamam. Münhen sövdələşməsi? 38. Aha. 1938 Münhendə konferans keçirildi də. Münhen sövdələşməsi deyirik. Nə haqqında sözləşmə? Nə haqqındaydı? Almaniya Sudet ərazisi ilhaq olundu. Sudet vilayətini Almaniyaya ilhaq etdilər. Bəli, razılıq verdilər. Bəs yaxşı, Hitler ilk dəfə olaraq Almanların yaşamadığı bir ərazini? Çexoslovakiyaydı, bəli. Neçənci ildə işğal etdi? 39. 39-cu ildə idi. Bəs yaxşı, İtaliya ilə Almaniya yenidən barışdı neçənci ildə? 35-36. Xüsusilə də 36-da hansı əraziyə yürüş etmişdi İtaliya? Efiopiya, Aysal. İtaliya Albaniyanı nə vaxt ələ keçirdir? 39-cu ildə. Bəs Avstriyanı? Albaniyanı. Albaniya. Bəs yaxşı, Avstriya nə zaman anşlüs edilir Almaniyaya? 38. Niyə? Anşlüs yolu tutulması 1938-ci ildə idi. Sonra Sudet vilayəti, daha sonra isə Çexoslovakiyanı da tabi etmişdi artıq. Amma birinci dəfə Avstriyanı tutma istəyi nə vaxt olur? 34. Sadəcə olaraq baş tutmamışdı. Bəs deməli Franklin Roosevelt nə zaman SSR-ni tanıyır bir dövlət kimi? 33. Bundan sonra SSR hansı təşkilata qoşulacaq? Millətlər Cəmiyyətinə qoşulacaq. Millətlər Cəmiyyəti hansı təşkilat, gəziyyətə yaradılacaq hansı təşkilatın bir növ sələfi idi? BMT-nin sələfi idi, bəli. Daha sonra isə BMT təşkil edilmiş olacaq 45-ci ildən etibarən. Yaxşı, diktə edilmiş sülh
Bu sülhü ilk dəfə pozan kim oldu? Şərtlərini ləğv edən kim oldu? Almanya. Diktə edilmiş sülh. Birinci Dünya müharibəsi keçir. Yox, o Versal-Vaşinqton sülhünü tamamilə iflasa uğradacaq Almanya. Amma diktə edilmiş sülhün şərtlərini ləğv edən kim olur? Niyə Osmanlı olmasın ki? Türkiyə daha doğrusu. Hər Sevr müqaviləsi ilə qəbul eləməmişdi onu. Hansı müqavilə ilə? Sevri qəbul eləmədi. Hansı müqavilə ilə? Mudros və Sevr müqavilələr silinir ondan sonra. Lozanna, bəli, neçənci ildə idi Lozanna? 1923. 23-də idi. Tamam. Onda Türkiyə Cümhuriyyəti deyə bilərik biz? Xeyr. Türkiyə Cümhuriyyəti nə vaxt? O çünki iyuldaydı. Türkiyə Cümhuriyyəti 39 29 oktyabrda. Mən də aləm vurdum bir-birinə. Bəs yaxşı. Səadabad paktı 36. 37. Hansı dövlətlər? İran, Əfqanistan, Türkiyə. İraq, İran, Əfqanistan, Türkiyə. Bu 4 dövlətlə bağlı. Azərbaycan İraqı çıxmaqla Rusiya. İraqa çıxmaqla Rusiya ilə 21-ci ildə ticarət müqaviləsi. RSFSR ilə, Sovet Rusiyası. İndi bir dənə də o şeyi soruşum. Görüm kimin xatirində qalıb keçən ildən bu yana. Həmin bu 4 dənə dövlət, İraq, İran, Türkiyə və bir də Əfqanistan. Bu 4 dövlət. Bunun adını bir də harda çəkmişik biz? Gələcək mövzularda. Gələcək mövzularımızdadır. Bəli, yuxarı mövzularda. Bir dəqiqə düşünün. Bundan müharibə aparmamakla bağlı. Yox, o Türkiyə ilə imzalamışdılar. Müəllim, Çinlə belə bir şeylər var idi. Azərbaycan tarixindədir. Bir tərəfli. Azərbaycan tarixindədir. Bilirəm, mən proza falan bilmirəm yadıma. Məhəmməd Füzulinin yubileyində 400 illik yubileyində Azərbaycanda iştirak edən dövlətlərdən olmuşdu. 1958-ci ildə. Tamam. Neçə 58? 1900. Bəli, 1958 həmin dövlətlərdə orada iştirak etmişdi. Yaxşı. Bəsinizdir? Mən bir sual kimi bir şey var. De.